Lakin, fikir verin, tənbəllik, səhlənkarlıq səbəbilə tərk edən mütləq olaraq dindən çıxmır. Müəyyən şərtlərlə. Ona görə hansı şərti gətirir? Deyir ki, tərikuhə təhavünən. Və həmçinin namazı tənbəllik səbəbi ilə tərk edən hansı şərtlə? O şərtlə ki, وَدَعَاهُ إِمَامٌ أَوْ نَائِبُهُ لِفِعْلِهَا فَأَصَرْ. O zaman ki, imam, yəni qazi, أَوْ نَائِبُهُ və onun naibi, onu əvəz edən, məsul bir şəxs onu namaza dəvət edərsə, namaza dəvət edərsə, o da namaz qılmamaqda israr edərsə, bu iki şərt olsa, o zaman təkfir edilir, olmasa təkfir edilmir. Və burada da söhbət kimdən gedir? Baxın, hansısa bir adamın kimisə namaza dəvətindən gedmir. Söhbət kimdən gedir? Qazidən. O adamdan ki, ona həcc cəzasını tətbiq edə bilsin şəriət ölkəsində. Yəni qazidir, doğru dildə desək, adam məhkəməyə çıxarılır, bir neçə gün tövbəyə çağırılır, məzhəbdə 3 gündür. Məşhur olan. Və israr etsə ki, yox, namaz qılmayanın da hökm nədir? Ölüm. Öldürün, namaz qılmayacaq. Bu halda nədir? Kafirdir. Bu halda iki hal dedik. Da'ahu imam, qazi onu dəvət edər, o da namaz qılmamaqda israr edərsə,